Salam əziz şagirdlər, hörmətli valideynlər. Bu günləri biz həyat bilgisi dərsinə müraciət edəcəyik. Həyat bilgisində biz bugün üçün maraqlı olan bir mövzu ilə tanış olacağıq. Gəlin mövzumuzla bağlı bir video materiala tamaşa edək. Video materialda uşaqlar gördünüz ki, qızın hərəkətləri bizim davranışlarımıza uyğun deyil. Yəni, qız düzgün hərəkət etmir, çoputluq edir, ətrafda olan insanları incidir, sürətlə gedən avtobusa minməyə çalışır, qoca kişiyə mane olur, istirahət edən bir qoca kişiyə, digər oğlana, itə, evdə olan nənəni incidir. Təbii ki, bu davranışlar sizlərin xoşuna gəlmir və siz bu belə davranışları hər zaman pisləyirsiniz. Bəs gəlin görə insan həyatda özünü necə aparmalıdır? Bizim belə bir tədqiqat sualımız var. İnsan cəmiyyətdə özünü necə aparmalıdır? Mən istəyirəm bu sualı araşdırmaq üçün biz ilk öncə bizə verilən dərsliyimizdə mövzuya toxunaq. Gəlin mövzuya müraciət edək. Bəli, bizim bugünkü dərsimiz davranış mədəniyyətidir. Davranış mədəniyyəti mövzusunu gəlin nəzərdən keçirək. Diqqətlə baxırıq. Mövzumuzda verilib, səhərdir, valideynlərimi salamlayıram, sabahınız xeyir olsun. Onların sifətlərində təbəssüm oyanır. Mən bundan çox sevinirəm. Süfrə arxasında bir-birimizə deyirik, nuş olsun. Biz nəzər yetirsək görürük ki, verilən mətndə bugün bizim üçün, davranışlarımız üçün çox əhəmiyyət kəsb edən nəzakətli sözlər, yəni nitq etiketləri istifadə olunub. Gəlin onları mətnin içərisindən müəyyənləşdirək. Sabahınız xeyir olsun. Nuş olsun. Gəlin mətnimizin arxasını davam etdirək. Səhər mənzildən ilk çıxan salamat qalın deyir. Evdəkilər yaxşı yol deyirlər. Mən məktəbə yollanıram. Yolda sinif yoldaşım Turanla rastlaşıram. O yanındakı oğlanı mənə təqdim edir. Bu mənim dostum Adildir, deyir. Biz əl tuturuq. Mən də adımı deyirəm, Samirə. Söhbət edə-edə məktəbə tərəf gedirik. Gəlin burada da həmin nitq etiketlərini müəyyən edək. Salamat qalın, yaxşı yol. Gəlin mətnin arxasına nəzər yetirək. Yolu keçən bir əlil əlində yük aparır. Biz ona yaxınlaşırıq. İcazə verin sizə kömək edək. Təbəssümlə razılıq edir. Ayrılanda bizə deyir, ömrünüz uzun olsun. Məktəbin pilləkənləri ilə qalxanda sinif yoldaşımla rastlaşıram. Pilləkənlə birinci qalxmaq üçün onlara yol verirəm və deyirəm, buyurun. Gəlin yenə nitq etiketlərini müəyyən edək. İcazə verin. Ömrünüz uzun olsun. Buyurun. Mətnimizi davam etdiririk.
Sinif yoldaşlarım Aygünü dövrəyə alıblar. Axı bu gün onun ad günüdür. Mən də onu təbrik edirəm. Aygün, ad günün mübarək olsun. Azərbaycanımızın ən xoşbəxt, ən sağlam övladlarından olasan. Bizim öyrəndiyimiz nitq etitlərindən fərqli olaraq burada yuxarı sinifdə öyrənəcəyimiz alqış xarakterli nitq etiketləri var. Mən bunu sizin nəzərinizə çatdırmaq istəyirəm. Ad günün mübarək olsun. Azərbaycanımızın ən xoşbəxt, ən sağlam övladlarından olasınız. Gəlin mətnimizi davam etdirək. Dərs başlanır. Beləcə biz hamımız müəllimlərimizin və valideynlərimizin nəsihətlərinə, nizam-intizam qaydalarına uyğun olaraq davranışlarımızda mədəni olmağa çalışırıq. Biz bu günlərin mövzumuzda davranışlarımızın mədəni olması üçün nəzakətli sözlərin nə qədər vacib olduğunu anladıq. Gəlin mövzumuzla bağlı verilmiş şəkillərə diqqət yetirək. Şəkillərə nəzər yetirsək görürük ki, ilk şəkillərdə üç şəklə nəzər yetiririk. Görürük ki, şagird yoldaşı ilə rastlaşarkən yoldaşının kitabını yerə salır və o qayıdıb kitabı götürüb yoldaşına verərək ona belə söyləyir: bağışlayın, üzr istəyirəm. Digər şəkildə isə oğlan saatı bilmək istəyir və yoldan keçən bir oğlana yaxınlaşaraq ondan saatı soruşmaq istəyir. Gəlin görək bunu necə soruşmaq lazımdır. Mümkünsə deyin, saat neçədir? Saat 5 tamamdır. Təşəkkür edirəm. Digər şəkillərə biz nəzər yetirək. Görürük ki, iki tanış oğlan yolda rastlaşır və bir-biri ilə salamlaşır. Görəsən bu salamlaşmanı, ayrılmanı necə yerinə yetirmək lazımdır? Yenə gəlin fikir verək. Salamat qal, mən gedirəm. Yaxşı yol, Allah amanında, sağ ol. Uşaqlar, mən istəyirəm ki, sizin özünüzün fikriniz olsun və bu verilən davranışlara münasibət bildirəsiniz. Gəlin nəzər yetirək birinci şəklimizə. Görək burada şagirdlərin davranışları necədir? Bizim bu günləri təsvir etdiyimiz kimi davranışları mədənidir, yoxsa kobuddur? Şəklə nəzər yetiririk. Yoldaşlar bir-biri ilə mehriban ünsiyyət quraraq öz yollarına davam edirlər. Lakin biz səkidə addımlayarkən yaxşı olar ki, getdiyimiz yerlərə nəzər yetirək. Təbii ki, bu da bizim mədəni olmağımıza bizi sövq edir. Belə ki, yoldaşlarımız yaşıllığı tapdalayaraq gedir. Buna yol vermək lazım deyil. Digər şəklə baxırıq. Digər şəkildə bizim yoldaşlarımız küçənin ortasında futbol oynayırlar. Təbii ki, bu bizim mədəni davranışlarımızı sübut etmir. Küçənin ortasında futbol oynamaq olmaz. Digər şəklə nəzər yetiririk. Bu şəkildə isə şagirdlər onlarla bərabər onların valideynləri öz növbələrini gözləyirlər. Təbii ki, növbə ilə dayanmaq mütləq bizə lazımdır. Bu şəkildə isə görürsünüz, bəzən bu şəkildə gördüklərimiz təəssüf ki, bizim həyatımızda da baş verir. Gəlin buna yol verməyək. Oğlan ağacdan sallanır. Bu bizim davranışlarımıza ziddir. Gördüyünüz kimi bu şəkildə kitabxana təsvir olunub. Bizim hər gün istifadə etdiyimiz bir yerdir və bura müxtəlif sayılı uşaqlar gəlir. Təbii ki, burada nizam qaydalarına əməl etmək bizim üçün çox vacibdir. Burada da şagirdlər növbə ilə kitablara müraciət edirlər və oturub səssizcə öz kitablarını oxuyurlar. Təbii ki, burada davranış qaydalarına əməl olunub. Biz valideynlərimizlə tez-tez tamaşa salonlarına, sərgilərə, istirahət yerlərinə gedirik. Təbii ki, orada da davranış qaydalarına əməl etməliyik. Gördüyünüz kimi burada tamaşa salonunda uşaqlar əyləşiblər, tamaşanı diqqətlə dinləyirlər. Ucadan danışmaq, yoldaşıma mane olmaq qəti qadağandır və biz bu nizam qaydalarına hər zaman əməl etməliyik. Burada isə gördüyünüz kimi sərgi salonudur və orada insanlar gəlib sərgilərə tamaşa edirlər, sərgilər nümayiş olunur və həmin yerlərdə də biz nizam qaydalarına mütləq əməl etməliyik. Bax, bu şəkildə gördüyünüz kimi burada da davranış qaydalarına əməl olunur.
Biz bugün mövzumuz haqqında biliklərimizi cütlərin işi ilə davam etdirəcəyik. Gəlin cütlərlə işləyək. Siz artıq cütlərlə işləmək qaydasını bilirsiniz. İki yoldaş bir yerdə işləyir, əməkdaşlıq edir, nizam-intizam qaydalarına əməl edir. Təbii ki, vaxta da əməl etmək lazımdır. Biz verilən vaxt ərzində sualları cavablandırmalıyıq. Gəlin cütlərin işi ilə tanış olaq. Gördüyünüz kimi bu şəkildə Azərbaycanın bayrağı təsvir olunub və uşaqlar dayanıb himn oxuyurlar. Təbii ki, biz də himn oxunan zaman bəzi hallar olur ki, biz himnin oxunmasına gecikirik. Bu zaman himn oxuyan yoldaşlarımıza mane olmamaqla kənarda dayanmalı və dayandığımız yerdə də himni oxumalıyıq. Bu şəkildə təsvir olunduğu kimi görürsünüz, yazılıb şəklə münasibətinizi bildirin. Biz şəklə baxaraq verilən fikirlərimizi aşağıda qeyd etməliyik. Digər cütlüyün sualına nəzər yetirək. Burada isə gördüyünüz kimi nitq etiketlərindən istifadə etməklə mətni tamamlayın. Dostlar, mətni verilib bizə və boş yerlər qoyulub. Həmin yerlərdə biz nitq etiketlərindən istifadə etməliyik. Təbii ki, verilən şəkli də diqqətlə yanaşırıq. Gördüyünüz kimi iki yoldaş bir-biri ilə rastlaşır və təbii ki, birinci görürük Lalə və Arifdir. Biz Arif Laləyə yaxınlaşır və söyləyir: "Salam Lalə, salam Arif, oynamağa gəlirsən? Birazdan gələrəm, indi evdə anama kömək edirəm. Onda çox sağ ol, görüşənə dək." Təbii ki, uşaqlar, siz burada nitq etiketlərini uyğun gələn digər nitq etiketləri ilə əvəz edə bilərsiniz. Hansı davranışdan nümunə götürərdiniz? Fikrinizi əsaslandırın. Bu cütlüyün işində də biz şəkillərə diqqətlə baxırıq və hansı şəklin bizim üçün nümunəvi olduğunu, yəni davranışın düzgün yerinə yetirildiyini qeyd edirik, aşağısından qeyd edirik. Birinci şəkilə baxırıq, oğlan səliqə ilə öz yerini yığışdırır. Deməli, bu davranış düzgündür. Digər şəkildə isə yeməkxanadır. Yeməkxanada uşaqlar növbə ilə öz növbəsini gözləyərək yemək alırlar. Təbii ki, bu da düzgün davranışdır. Digər şəkildə isə biz görürük ki, iki yoldaşımız yolun ortasında dalaşır. Təbii ki, bu mədəni davranış deyil. Digər şəkilə baxırıq. Qoca qadın yolda sürüşür və oğlan ona kömək edir. Bu düzgün davranışdır. Biz bundan nümunə götürə bilərik. Digər şəkildə isə uşaqlar dərsə mane olaraq sinifdə nizam-intizamı pozurlar. Bu isə mədəni davranış deyil. Və axırıncı şəkildə isə oğlan gedir, digər oğlan yıxılıb, o isə laqeydlik göstərərək yoldaşına kömək etmir. Bu da mədəni davranış deyil. Gəlin düzgün davranışlardan istifadə etməyə çalışaq. Oğlanın hərəkətinə münasibət bildirin. Gördüyünüz kimi biz hər zaman söyləyirik ki, özümüzdən yaşlı insanlara, uşaqlara yol vermək lazımdır. Oğlan əyləşib, yaşlı qadın isə ağır zəmminlə dayanıb. Təbii ki, biz bunu yaxşı qarşılamırıq və bu şəkildə gördüklərimiz haqqında öz fikirlərimizi aşağıda qeyd edirik və oğlanın hərəkətini düzgün qiymətləndirmirik. Gəlin biz heç vaxt bu oğlanın etdiyi kimi hərəkətlər etməyək. Bugün biz mövzumuzda davranışların bizim üçün nə qədər əhəmiyyətli olduğunu, mədəni davranışların hər zaman yerinə yetirməyin vacibliyini sübut etmiş olduq. Gəlin uşaqlar, biz də öz mədəni davranışlarımızla hər zaman ətrafda olan insanların hörmətini qazanaq. Bax, böyüklərə hörmət edək, kiçiklərə qayğı göstərək. Göründüyü kimi, gəlin böyüklərə hörmət edək, kiçiklərə qayğı göstərək. Biz bu günləri davranış mədəniyyəti mövzusunda nəzakətli olmağı, nizam-intizam qaydalarına əməl etməyi, nəzakətli sözlərdən hər zaman istifadə etməyi öyrəndik. Gəlin uşaqlar, biz də nəzakətli sözlərdən hər zaman istifadə edək. Nəzakətli sözlər hər zaman bizim həyatda köməyimizə gələ bilər, bizə kömək edər. Gəlin ətrafımızda olan insanlara minnətdarlığımızı bildirməyi bacaraq, onlara təşəkkür etməyi bacaraq. Təşəkkür etmək hər bir insanın yüksək hörmətə nail olmağına səbəb olur. Elə buna görə də 11 yanvar beynəlxalq
təşəkkür günüdür. Təşəkkür etmək kiçik bir davranış, bir incəlikdir. Zəhmətsiz və asan. İki söz, eyni mövzu. Söyləməsi elə asan, nəticəsi elə böyükdür ki, bizə bir stəkan su verənə, bizə isti yemək hazırlayana, bizə bir hərf öyrədənə, bizə yol göstərənə təşəkkür etməliyik. Bir təşəkkür gözdə çiçək açdırar. Bir təşəkkür insanı insana dost edər. Gəlin biz də dost olmağı bacaraq. Məhəmməd Peyğəmbər demişdir: İnsanlara təşəkkür etməyən Allaha da şükür etməz. Gəlin həyatda hər zaman təşəkkür edək, Allaha şükür edək. Uşaqlar, bizim bu günləri çox maraqlı bir tapşırığımız var. Çünki mən artıq əminəm ki, siz bugünkü dərslərimizdə, keçdiyiniz mövzularda çoxlu sayda nəzakətli sözlər, nitq etkiləri bilirsiniz və mən istəyirəm ki, verilmiş şəkildə bu gülləri, ağacları nəzakətli sözlərlə siz bəzəyəsiniz. Mən əminəm ki, siz bu tapşırığın öhdəsindən layiqincə gələcəksiniz. Sizə təhsilinizdə uğurlar arzulayıram.